Artıq Google Gemini ilə video hazırlamaq çox asandır. Əslində təkcə video yox, Google Gemini ilə musiqi və şəkillərin də hazırlanması çox sadədir. Musiqi funksiyası yeni tanıdılıb və gəlin Google Gemini ilə hazırladığım qısa bir musiqini birlikdə dinləyək. Yo, Gemini gəldi, tək aləmi silkələndi. Nano banana ilə şəkillər yaradır. Video ilə video, bax necə də computational. O musiqini də yazır, vibe tutur orijinal. Bu Gemini hər şeyi bacarır. Bu Gemini gələcəyi yazır. Bu Gemini, yeah! Bu Gemini! Belə, gördüyünüz kimi kifayət qədər yaxşı bir musiqi alınıb, sadə bir prompt vasitəsilə hazırlamışam. Birazdan hazırlanma qaydasını göstərəcəm. Amma çox önəmli bir məsələ, Gemini videoların hazırlanmasında da çox mükəmməldir. Video hazırlama xüsusiyyətindən istifadə edərək bir neçə gün əvvəl özümün başrolda olduğu qısa bir film hazırladım. Gəlin indi həmin filmə birlikdə baxaq. Anyone? Respond. Is anyone there? No. Bildiyiniz kimi, süni intellekt ilə bağlı mənim kursum var və bu kursun tanıtımı məqsədi ilə bir reklam videosunu da süni intellekt vasitəsilə hazırlamışam. İndi həmin reklam videosuna da birlikdə baxaq, sonra isə həm videoları necə hazırlaya bilərik, həm də musiqini necə hazırlaya bilərik, bunu sizə göstərəcəm. İşlərin çoxluğu səni yorur, tapşırıqlar artır, vaxt isə çatmır. Amma bir anda hər şey dəyişə bilər. Süni intellektlə tanış ol. İşlərini daha asan və daha tez həll et. Özünə və sevdiklərinə daha çox vaxt ayır. Süni intellekt təlimi ChatGPT, Gemini və NotebookLM. Bu təlimdə ChatGPT, Gemini və NotebookLM-dən istifadə edərək tapşırıqları avtomatlaşdırmağı, sənədləri saniyələr içində hazırlamağı və iş yükünü dəfələrlə azaltmağı öyrənəcəksən. Vaxtına qənaət et, işini sürətləndir. Bugün qoşul və iş həyatında bir addım öndə ol. Süni intellekt təlimi, ChatGPT, Gemini, NotebookLM. Məhsuldarlığınızı artırın, işinizdə peşəkar olun. Kursa qoşulun və süni intellektlə işinizi bir addım irəli aparın. Daha az vaxtda daha çox iş görün. Belə, ilk videoda başrolda özüm idim. Öz obrazımı, şəklimi verərək süni intellektdən video hazırlamasını istəmişdim. İkincidə isə başqa bir aktyor var idi ki, həmin aktyor da təbii ki, real insan deyil, süni intellekt vasitəsilə hazırlanıb. İkinci videonun hazırlanma qaydasını sizə göstərəcəm. Təbii ki, bütün videolar eyni məntiqlə hazırlanır, ssenari qurulur və s. Amma əvvəlcə gəlin musiqini necə hazırlamaq olar, bu barədə danışaq. Şəkillərin hazırlanması və videoların hazırlanması onsuz da Gemini, Google'un əvvəllər də etdiyi bir bacarıq idi. Əvvəl də bunu edirdi. Musiqi isə yeni Gemini'nin daxilinə əlavə olunub. Ekranı sizlə paylaşıram. Baxın, gördüyünüz kimi sadə bir prompt yazmışam. Google Gemini'nin xüsusiyyətləri haqqında mötərizə yazmışam video hazırlama, şəkil hazırlama və musiqi hazırlama. Azərbaycan dilində ritmik rap musiqisi hazırlar. Sadəcə bunu yazmağınız yetərlidir. Bundan sonra isə gördüyünüz kimi belə bir görüntü sizə verir. Bu video formatındadır. Enter düyməsini vurandan sonra video şəklində də, yəni animasiya verib göstərim sizə. Yo, Gemini gəldi, tək Bax, belə bir arxa plan verib sadəcə olaraq. Ən sonda da reklamını, Gemini'nin özünün reklamını verir.
Belə, yəni sadəcə bəsit bir prompt yazmaqla bunu eləyə bilərsiniz. İndi yeni bir söhbət pəncərəsində bunu sıfırdan sizə göstərim. Baxın, alətlər hissəsinə gəlirsiniz. Burada Create Music hissəsi var, musiqi yarat, bunu seçirsiniz. Bundan sonra yuxarıda stillər verir. Əgər musiqidən, stillərdən başınız çıxırsa və ya xoşladığınız bir stil, üslub varsa, bunlardan hər hansı birini seçə bilərsiniz. Seçmək istəmirsinizsə, sadəcə promptu yazırsınız aşağı hissəyə və bundan sonra da göndər düyməsinə vuracaqsınız. Amma yaxşı olar ki, promptu yazdıqdan sonra baxın, burada sürətli yox, düşünən modeli seçəsiniz. Belə olanda daha keyfiyyətli işlər ortaya çıxarır. Biraz əvvəl sizə göstərdiyim musiqidə mən heç bir stil seçməmişdim. Sadəcə təzədən promptu göstərim. Azərbaycan dilində ritmik rap musiqi hazırla dedim və stili özünə, stil seçməsini özünə saxladım. Yəni özü müəyyənləşdirsin. Və beləliklə də qısa bir musiqi hazırladı. Hələlik sadəcə 30 saniyəlik musiqilər hazırlaya bilir. Yəqin ki, növbəti həftələrdə, aylarda bu dəyişəcək və uzanacaq. İndi isə keçək videoların hazırlanma mərhələsinə. Videoları birbaşa Google Gemini vasitəsilə hazırlaya bilirsiniz. Yəni mən sizə bir dənə nümunə göstərim. Baxın, burada bir robot. Sadəcə Gemini-dan istədiyim bu idi ki, yaşıl arxa planın qarşısında rəqs edən bir robot hazırlasın və belə bir robot hazırladı. Yaşıl arxa plan deməklə məqsədim nədir? Video montaj proqramlarında arxa plan yaşıl olanda onu asanlıqla təmizləmək mümkün olur. Yəni burada əvvəlcə bir yazışma var. Mənə təmiz yaşıl arxa plan qarşısında rəqs edən şirin bir robot hazırla. Arxa plan təmiz yaşıl rəngdə olmalıdır ki, arxa planı silmək asan olsun. Robotun video başlayanda olan ilk hərəkəti ilə video bitəndə olan son hərəkəti eyni olmalıdır yazmışam. Yəni bir-birini tamamlamalıdır. Videoları arxa-arxaya qoyanda kəsilmiş video olduğu hiss olunmasın deyə. İstəyirəm ki, videonu davam etdirsəm, ard-arda kopyalayıb yapışdırsam bir video kimi görünsün. Və bundan sonra Gemini mənim nə demək istədiyimi burada yazıb. Yəni əvvəlcə soruşmuşam ki, görək nə demək istəyirəm başa düşüb, yoxsa yox. Baxın, bəli, nə demək istədiyinizi tamamilə başa düşdüm. İstəyinizi bir neçə mühüm texniki nöqtəyə bölərək qeyd etdim. Təmiz arxa plan, dövrü video, obraz, şirin robot. Və aşağıda məndən nəsə soruşur, nə soruşur? Robotun xarici görünüşü ilə bağlı. Yazmışam əla, yəni başa düşüb mənim dediklərimi. Robot rəngini sən özün təyin et. Əsas odur ki, robot üzərində yaşıl rəng olmasın. Arxa planı siləndə çətinlik yaranmasın. Arxa plan yaşıldır və yaşıl rəngi videodan götürəndə robotun üstündə də yaşıl rəngi olsa problem çıxacaq. Ona görə belə bir prompt vermişəm. Birinci yaratdığı videoda problem oldu. Ona görə videonu təzədən yaratmasını istədim. Həmçinin ingiliscə bir prompt da istədim ondan ki, başqa video hazırlayan proqramlarda da yoxlayım. Sonra da yoxladım, heç yaxşı bir nəticə əldə edə bilmədim və daha sonra özü videonu öz hazırladığı prompta uyğun olaraq bu şəkildə hazırladı. Və indi keçəcək videoların hazırlanma mərhələsinə. Mən videoları hazırlamaq üçün yenə Google-a aid olan Flow alətindən istifadə edirəm. Baxın, flow.google yazsaz birbaşa sizi ana səhifəyə yönləndirəcək. Belə sadə bir görüntü sizi qarşılayır. Arxa planda əvvəl hazırladığınız videoları görə bilərsiniz. Orta hissədə də yeni proje yazılan bir hissə var. Bu arada mən Pro versiyasını istifadə edirəm Google Gemini-nin və Gemini-yə ödənişli abunə olanda Flow üçündə 1000 kredit verir sizə. Və ortalama bir video üçün 20 kredit nəzərdə tutsaz, 1000 böl 20-dən 50 dənə video hazırlaya bilirsiniz. Bu ay ərzində keçərlidir. Və hal-hazırda mən gördüyünüz kimi 0 yapay zəka kredisi yazır. Bütün kreditlərimi istifadə etmişəm. Mütləq şəkildə Flow-a ödəniş etməyinizə də ehtiyac yoxdur. Əgər siz İlk dəfə Flow-da qeydiyyatdan keçirsinizsə, yanvar ayında qayda belə idi, bilmirəm indi dəyişib yoxsa yox, sizə 100 xoş gəldin kredisi verir. Yəni bu 100 kredisi də 20-yə bölsəz 5 dənə video hazırlama şansınız orada olur. Təbii ki, bu işdən əgər gəlir əldə edirsinizsə, məsələn reklam videoları və s. hazırlayırsınızsa, bu zaman ödənişli abunəliyə keçməyiniz daha düzgün olar. Sadəcə olaraq baxın nə edirsiniz? Orta hissədə Create düyməsini vurursunuz. Create düyməsini vurandan sonra növbəti pəncərəyə keçir. İndi 0 kreditim olduğu üçün mən tam olaraq videonu hazırlayıb sizə göstərə bilməyəcəm. Amma prosesi göstərəcəm. Şəkil hazırla. Baxın burada mətndən videoya, kadrlardan videoya, hər hansı bir malzəmədən, obyektlərdən videoya və şəkil hazırlama var. Məsələn, hər hansı bir obrazı, öz şəklinizi verib video yaratmaq istəyirsinizsə və ya özünüzün təyin elədiyi bir aktyor var, onunla bağlı video hazırlamaq istəyirsinizsə, malzəmədən videoya seçirsiniz. Hansısa bir şəkli verib canlandırmasını istəyirsinizsə, karelərdən, şəkildən videoya və heç bir şey vermirsiniz, sadəcə yazı yazıb video hazırlamaq istəyirsinizsə, mətindən videoya seçməlisiniz. Mən biraz əvvəl sizə göstərdiyim videolarda bu malzəmədən videoya seçimindən istifadə etmişəm. Bundan sonra aşağıda bir plus düyməsi çıxır. Bu düyməni vurursunuz və kompüterin yaddaşından hansısa bir şəkil
şəkli əlavə edirsiniz. İstifadə etdiyiniz şəkillər burada görünəcək sonradan. Məsələn, bu şəkli əlavə eləyib, promptu da buraya yazırsınız və göndər düyməsinə vurursunuz. Hal-hazırda kreditim olmadığı üçün bütün limitləri istifadə etmişəm. Ona görə bu düymə işləmir. Və sağ tərəfdəki hissədən ölçüləri nizamlamağınız mümkün olur. İndi gəlin belə eləyək. Bu hansı ki kursum üçün hazırladığım reklam videosu var. Mən sizə onun hazırlanma mərhələlərini etap-etap göstərəcəm. Baxın, süni intellektlə bağlı belə yanlış düşüncələr var. Bəzən insanlar belə fikirləşirlər ki, sən sadəcə süni intellektdən mənə video hazırla deyib və çıxıb gedirsən. Amma əslində heç də məsələ belə deyil. Siz keyfiyyətli bir iş ortaya qoymaq istəyirsinizsə, saatlar bəzində günlərinizi sərf etməlisiniz. Yəni insanların süni intellekt haqqında düşüncələri təbii ki, bu formada olanda insan çox məyus olur. Sən nəsə süni intellektdən istifadə edirsən, əziyyət çəkirsən, saatlarını, günlərini sərf edirsən, nəsə yaradırsan və belə yanaşma edirlər. Hə də süni intellektlə hazırlayıb. Yəni o elə bir şey deyil. Yaxşı bir nəticə əldə etməkdən ötürü saatlarla işləməlisən, düşünməlisən, ssenarini qurmalısan və s. Dediyim kimi, indi reklam videosunun hazırlanma mərhələsini sizə ardıcıllıqla göstərəcəm. Deməli, birinci növbədə mən prosesə başlayanda ChatGPT-dən istifadə etmişəm. Gördüyünüz kimi burada bir prompt yazmışam. Süni intellekt təlimi ChatGPT Gemini Notebook LM adlı Udemy kursum üçün reklam videosu hazırlamaq istəyirəm. Ssenari üçün köməyə ehtiyacım var. Kursun əsas məqsədi süni intellektdən istifadə edərək işdə məhsuldarlığın artırılmasıdır. Həmçinin AI ilə işləri daha tez həll edərək istirahətə daha çox vaxt ayırmaq olar. Bunları nəzərə alaraq mənə diqqət çəkici bir reklam ssenarisi təklif et. Ssenarini yazarkən reklam sahəsində ən az 10 il təcrübəsi olan peşəkar kimi davran. Baxın, promptun yazılması çox önəmlidir. Elə Udemy kursumda da mənim ayrıca bir bölməm var bununla bağlı. Yəni necə düzgün prompt yazmalısınız ki, süni intellekt sizi tam başa düşsün və keyfiyyətli nəticələr əldə edə biləsiniz. Bəzən sadəcə götürüb bir-iki qısa cümlə yazırlar və nəticə yaxşı olmayanda deyirlər ki, süni intellekt heç nə bacarmır. Əslində isə belə deyil. Sən əgər düzgün formada ona istəklərini çatdırsan, o da sənə düzgün nəticələr verəcək. Və bundan sonra başlamışıq müzakirələrə süni intellekt vasitəsilə. Sübhan müəllim məqsəd aydındır, qısa ritmik, diqqəti dərhal tutan və kursun dəyər təklifini birbaşa vurğulayan bir reklam ssenarisi lazımdır deyir. İstəsəz videonu saxlayın, bu hissələri özünüz oxuyun, bir neçə şəkil əlavə eləyib bura nümunə kimi və reklam ssenarisi 30-45 saniyəlik bir reklam ssenarisi fikirləşib. Kadr 1 problem. Qarşıya çıxan problem nədir? Artıq bu reklam mütəxəssisi kimi davranır və deyir ki, kompüter qarşısında yorğun bir əməkdaş. Tapşırıqlar üst-üstə gəlir. İkinci kadr transformasiya anı, aydınlanma anı deyə bilərsiniz buna. Yəni artıq burada süni intellekti kəşf eləyir, süni intellektdən istifadə etməyə başlayır və işlərini sürətləndirir. Üçüncü kadr həllin təqdim olunması, süni intellektin mənim kursumun təqdimatı olacaq burada. Kadr 4 dəyər təklifi, kadr 5 güclü çağırış və kadr 6 yekun 40-45 saniyə. Burada Sübhan müəllim kamera qarşısında gülümsəyərək nəsə deyəcək, bunu deyir. Təbii ki, mən özüm videoda olmaq istəmirdim, ona görə planı biraz dəyişdirdim və süni intellektdən istədim ki, bir model hazırlasın. Reklamda oynayacaq bir insan modeli. Və aşağı hissəyə düşürəm, onda işə başlayaq. Yəni, bura qədər olanları oxudum və başa düşdüm ki, tam olaraq məni anlayıb, nə etməyə çalışdığımı bilir. Onda işə başlayaq. Mənə videoda oynamaq, rol getmək üçün bir model lazımdır. 30-35 yaşlarında əvvəlcə belə bir model yaradaq. Bunun üçün ingilis dilində prompt hazırla. Təmiz arxa planda modelin yüksək keyfiyyətli üz cizgiləri tam seçilən model hazırlansın demişəm. Yəni, burada cümlələrin o qədər də səlis olması önəmli deyil. Əsas fikrinizi çatdırın. Mən bəzən hərf səhvləri eləyə bilirəm və s. Amma o başa düşür. Problem olmur. Aşağıda bir neçə dənə nümunə verib ki, bunlardan hər hansı birini istəsəm seçə bilərəm və daha sonra da ingilis dilində bir prompt verib aşağı hissədə daha kəskin xətlər və s. Mən də əlavə eləmişəm ki, modelin üz cizgiləri Azərbaycanlılara uyğun formada olsun və yenə bir neçə dənə gördüyünüz kimi şəkil verib aşağı hissədə promptu təkmilləşdirib. Bundan sonra isə mən keçmişəm Gemini-yə. Burada baxın, ChatGPT-nin verdiyi bu promptu kopyalamışam buradan. Gemini-yə keçmişəm və sadəcə burada şəkil hazırlamanı seçib promptu yapışdırmışam. Nəticədə belə bir model hazırlayıb. Təbii ki, model xoşunuza gəlməsə yenidən hazırlada bilərsiniz və ya ChatGPT-yə qayıdıb deyə bilərsiniz ki, promptu yenidən hazırlasın. Burada kimsə soruşa bilər, deyə bilər ki, niyə görə misal üçün işin bir hissəsi ChatGPT-də görülür, digər hissəsi şəkillərin hazırlanması Gemini-də. Baxın, süni intellekt alətləri içərisində hər birinin üstün tərəfləri, mənfi tərəfləri var. Bu yazmaq mənasında promptlar və s. hazırlamaq, insanı başa düşmək, mətinlər yazmaq mənasında
Hələlik ChatGPT daha üstündür, amma şəkil, video hazırlamaq mənasında bir çox digər xüsusiyyətlərinə görə təbii ki, Gemini daha üstündür. Ona görə bu yazma məsələsini, ssenarinin hazırlanması məsələsini mən ChatGPT vasitəsilə, şəkillərin, videoların hazırlanmasını isə Gemini vasitəsilə həyata keçirmişəm. Və bundan sonra artıq modelimiz hazırdır. Bundan sonra modelin şəklini də ChatGPT-yə vermişəm. Biraz burada müzakirələr, birinci kadr üçün prompt hazırlayıb. Sonra şəkli də vermişəm ki, yəni bu insanın necə bir görünüşə malik olduğunu görsün və promptu ona uyğun şəkildə hazırlasın. Və birinci kadr yüksək dəqiqlikdə düzəldilmiş video prompt deyir. İngiliscə prompt verib. Mən nə etmişəm? Buradan promptu kopyalayıram, Ctrl+C vasitəsilə Flow-a keçirəm və promptu bura yerləşdirirəm. Buradan gördüyünüz kimi biraz əvvəl göstərdim onu sizə. Modelin şəklini əlavə edirəm və göndər düyməsini vururam. Bu prosesi ardıcıllıqla edirəm. Daha sonra ikinci kadr, daha sonra üçüncü kadr bu şəkildə davamlı olaraq gördüyünüz kimi promptları istəmişəm və hər birini bir-bir yapışdırmışam. İndi gəlin bunlardan bir neçəsini mən sizə göstərim. Baxın, yenə Flow-da hazırladığım ilk video. Onsuz da girişdə göstərmişdim sizə. Bu problemdir, yəni işlər çoxdur. Bu da videonun ikinci kadrdır. İkinci kadrda artıq aydınlanma anıdır. Süni intellektlə tanış olan hissədir. Üçüncü kadr, dördüncü kadr və s. Hər bir kadr maksimum 8 saniyə uzunluğa malik ola bilir. Ola bilər ki, siz növbəti aylarda bu videonu izləyəndə artıq bu limitlər artmış olar. Daha uzun videolarda Gemini hazırlaya bilər. Və bütün videoları bu şəkildə hazırladıqdan sonra keçmişəm montaj mərhələsinə. Montaj mərhələsində isə gördüyünüz kimi videoları arxa-arxaya qoymuşam. Səsləndirmə hazırlamışam. Səsləndirməni də yenə süni intellekt vasitəsilə hazırlamışam. Google AI Studio'da səsləndirmə, Azərbaycan dilində səsləndirmə mümkündür. Aşağıda bir arxa plan musiqisi seçmişəm və İşlərin göstərdiyim belə bir video ortaya çıxıb. Bu səni yorur, tapşırıqlar artır, vaxt isə çatmır. Amma bir Belə video onsuz da girişdə sizə göstərdiyim videonun eynisidir. Dəzdən bir də təkrar göstərmək istəmirəm. Ümid edirəm ki, prosesi tam başa düşdünüz, amma burada yenə qeyd eləmək istəyirəm. Əgər siz çox sadə bir formada videoların ortaya çıxacağını düşünürsünüzsə, süni intellektlə nəsə bir iş hazırlamağın çox asan olduğunu düşünürsünüzsə, yanılırsınız. Yəni süni intellekt elə bir şey deyil. Qısa bir promptla yüksək nəticəli nəsə bir şey əldə edə bilməzsiniz. Məsələn, mənim hazırladığım videolar deyə bilərsiniz ki, o qədər də keyfiyyətli deyil. Düzdür, o qədər də keyfiyyətli deyil. Amma təsəvvür edin ki, film sahəsində işləyən bir şəxs, məsələn, kamera hərəkətlərini bilən, operator kimi işləmiş bir insan süni intellektdən istifadə eləyib hazırlasa, bu işi görsə, videoları hazırlasa, o film sahəsinə də biliyə malikdir deyə, təbii ki, məndən daha yaxşı nəticələr ortaya çıxarda bilər. Və əslində mənim süni intellekt kursumda da əsas vurğuladığım şey, əsas məqsədim budur. Siz öz sahənizə uyğun süni intellekti istifadə etməyə çalışmalısınız. Yəni əsas məsələ ondan ibarət olmalıdır ki, siz hansısa bir sahədə işləyirsiniz, bu biliklərinizi süni intellekt vasitəsilə biraz da təkmilləşdirirsiniz, işlərinizi biraz da keyfiyyətli formaya salırsınız. Beləliklə də işləriniz daha yaxşı olur, daha tez bitirirsiniz. Baxın, biraz əvvəl sizə göstərdiyim bu reklam videosunu real bir aktyorla çəkmək istəsəm, bu yəqin ki, ən az bir həftə vaxt lazım olardı buna və çox böyük də bir büdcə lazım olardı. Çəkiliş, operator, ssenarinin hazırlanması, aktyora ödənəcək məbləği və s. Bu işlərin görülməsinin tam qiymətini bilmirəm, amma kifayət qədər böyük bir məbləğ olacağına əminəm. Amma burada sadəcə belə fikirləşin, mənim xərcim nə olub? $19.99. Bir aylıq ödəmişəm. Əslində ödəməmişəm. Siz Gemini-də qeydiyyatdan keçəndə bir ay sizə ödənişsiz Gemini-yi istifadə etmək imkanı verir. Kart məlumatlarınızı yazırsınız. Əgər bir ay müddətində siz abunəlikdən çıxsaz, kartınızdan pul çəkilmir. Amma yaddan çıxartsaz abunəliyi ləğv eləməyi təbii ki, növbəti ayda ikinci ayın pulunu artıq sizdən Gemini çəkəcək. Süni intellektin əyləncə tərəfi düşünürəm ki, çox da önəmli deyil. Əsas məsələ süni intellektdən iş sahəsində istifadə etməkdir ki, mən də Udemy kursumda daha çox iş sahəsinə, iş mühitinə yönəlmişəm, fokuslanmışam. İşlərinizi necə süni intellektlə asanlaşdıra bilərsiniz və s. Bu arada süni intellekt kursum ilə bağlı məlumatları videonun açıqlamasına yerləşdirərəm. Əgər qoşulmaq istəsəz və ya kurs haqqında məlumat almaq istəsəz, açıqlamadakı linklərdən istifadə edə bilərsiniz. Belə, ümid edirəm ki, video faydalı oldu. Əgər addım-addım getsəz, mənim elədiyim prosesləri eləsəz, konkret beyninizdə bir ssenari varsa, həmin ssenarini süni intellekt vasitəsilə biraz da təkmilləşdirsəz və Google Flow-dan da istifadə etsəz, sadə montaj proqramlarını da əgər bilirsinizsə, yaxşı nəticələr ortaya çıxara bilərsiniz. Bu qədər. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər bəyəndinizsə kanalıma abunə də ola bilərsiniz.
digər süni intellektlə bağlı olan videolara da göz gəzdirə bilərsiniz. Kanalımda süni intellektlə bağlı bir neçə başqa videoda mövcuddur. Sağ olun, növbəti videolarda görüşərik. Yo, Gemini gəldi, tək aləmi silkələndi. Hə, nano banana ilə şəkillər yaradır. Video ilə video, bax necə də computational. O musiqini də yazır, vibe tutur orijinal. Bu Gemini hər şeyi bacarır. Bu Gemini